Deməli, çoxdan video paylaşmıram. Benim paylaşacağım nə olacaq, onu izah edəcəm sizə. Balların ölmə səbəbi tək buğda qardalı veririk, onun üçün ölür. Allah'a şükür, məndə ölən bala yoxdur. Göstərəcəm sizə balanın necə baxmaq lazımdır. Gördüyünüz kimi nömrə 2 imişli yemi. Nömrə 2 imişli də ola bilər, ağdaş da ola bilər. Balakən yemi deyil, bizim özümüzə məxsus. Amma çox gözəl vitaminli yemdir. Nömrə 2. Bundan qoyursunuz 2 ovuc. Onu göstərəcəm. 2 ovuc deyəndə ki, belə baxır quş sayına görə. Məndə quş çox olduğu üçün 3 dənə bundan oldu mu? İndi qabım o yanda olduğu üçün məcbur belə tökməliyim. Baxın, bir dənə bundan, bir dənə də 2 dənə töktüm gördüyünüz kimi. Şimdi qarışdırın bunu belə qəşəng qarışıq olsun. İndi belə semiçka tökürsünüz üstünə. Bir dənə də 2 ovuc töksəniz bəsdir. Gördüyünüz kimi. Bunu belə qarışdırırsınız. Oldu mu belə? Sizdən xahişim odur, kanala abunə olub dəstək olun, videoları bəyənin. Bəyənmədiyiniz üçün çəkiliş az olur. Keçdik bura. Qardalı da biraz xırda olsa daha yaxşıdır. Bura elə çox iri də deyil, nə də xırda da deyil. Ondan da belə tökürəm, vəssalam. Bu oldu ki, həm ballar üçün yaxşı yem, qarışıq yem. Getdik quşlara verməyə. Quşlar burada torpaq yeyirlər, burada torpaq tapırlar. Davay, yuvaya. Şık 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 şık. İndi görəcəksiniz siz necə yeyirlər. Aha, quşların qabağını qoyursunuz bu qaydada. Alet edin. Alet edin, baxın quşlar necə yeyir. Baxın. Quşlara belə vermək lazımdır. Su qabında da suları da var. İçine bir dənə çöl quşu giribdi. Onu çıxaracağım. Hardan girib? Quşların içine.